Sual verən deyir, mənim sünnilər və şiələr arasındakı əsas məsələ ilə bağlı bir sualım var. Yəni, Peyğəmbərin həyat yoldaşı Ayşə və onun səhabələri Əbu Bəkir və Ömər haqqında. Onları təhqir edirlər. Sizin bu barədə fikriniz nədir? Mənim fikrim budur ki, biz həmişə hörmətlə və ədəblə müzakirə aparmalıyıq və düşünürəm ki, nə biz, nə də özünü mömin sayan heç kəs digər məzhəbin müqəddəs saydığı və lider kimi qəbul etdiyi şəxslərə qarşı söyüş və ya pis sözlər işlətməməlidir. Biz bu cür davranışlara tamamilə qarşıyıq, amma o demək deyil ki, biz həmin şəxsləri yaxşı insanlar kimi qəbul edirik. Biz Əbu Bəkir, Ömər və Osmanın Allah tərəfindən təyin olunmadığına və adlarının Peyğəmbərin vəsiyyətində qeyd edilmədiyinə inanırıq. Biz inanırıq ki, Muhammed Peyğəmbər özündən sonra xəlifə olaraq Əli ibn Əbu Talib əleyhissalamı təyin etmişdi. Bu barədə Peyğəmbərin əhl-i beytindən və yaxın səhabələrdən gələn rəvayətlər o qədər çoxdur ki, göz ardı edilə bilməz. Qədirxum hadisəsi tək